Qurtuluş Reabilitasiya Mərkəzindən qaçan tanınmış jurnalist Nəsim Nəbizadənin yeni görüntüsü yayılıb. Tanınmış jurnalist marketlərin birində kameralara düşüb. Xatırladaq ki, jurnalist dünən reabilitasiya mərkəzindən qaçaraq Abşeron rayonunun Saray qəsəbəsində evlərdən birində gizlənib. Mərkəzin əməkdaşları onun arxasınca Saray qəsəbəsinə gediblər. Qeyd edilib ki, tanınmış teleaparıcı müalicədən imtina edərək mərkəzdən uzaqlaşıb. Reabilitasiya mərkəzinin rəhbəri Ceyhun Salmanov hadisənin təfərrüatlarını açıqlayıb. O bildirib ki, Nəsim Nəbizadə Bakının mərkəzində Targova adlanan ərazidə yerləşən restorandan uzaqlaşıb. Bu gün bizim üçün çox ağır gündür. Qurtuluş ailəsi olaraq ciddi itki yaşamışıq. Nəsim Nəbizadə bizim sevdiyimiz, ağsaqqal bildiyimiz qardaşımızdır. Bir gün əvvəl onun diş müalicəsi ilə məşğul olurduq. 2 ay sonra birlikdə həcc ziyarətinə getməyi planlaşdırırdıq. İş də təmin olunacaqdı, hətta ona avtomobil hədiyyə etməyi düşünürdü. 2 gün öncə dedi ki, ürəyi gəzmək istəyir. Mən onu Targovaya apardım. Restoranda oturduq, ayaq yoluna getdim. Qaydanda gördüm ki, Nəsimi yoxdur, qaçıb. Onu orada 4 saat gözlədim. İnanıram ki, Nəsimi qardaşım geri qayıdacaq. O bu xəstəliyə təslim olmayacaq. Onu tək qoymağım mənim səhvim idi. Çünki o artıq müalicənin ən əsas mərhələsinə qədəm qoymuşdu. Mərkəzin açıqlamasında vurğulanıb ki, hazırda Nəsim Nəbizadənin təhlükəsizliyi və sağlamlığı əsas prioritet olaraq qalır. Bildirilib ki, aparıcı hər cür dəstək göstərməyə və müalicə prosesini davam etdirməyə tam hazırdırlar. Qapımız Nəsim Nəbizadəyə hər zaman açıqdır. Onun yenidən sağlam həyata qayıtması üçün bütün imkanlarımız səfərbər ediləcək.